Dostlarımıza salamlar. Mən Qabil Servikdə yeni bir video ilə qarşınızdayım. Neçə vaxtdır ki, Warsaw Cem videosu gəlmirdi. Çünki 9.9 hiləliyini axtarırdım və tapdım da. İndi deyirsiniz, buradan göstərim sizə. Baxın, 1998 ad əklənib. Bizim ligə 13 takım var idi dostlar. O əklənməyib hələ ki, bəlkə də əklənər. Buradan sizə göstərim. Qarabağın ilk 11'in. Baxın, Kateborges əklənib. Sonra qapıcıdan başlayaq. Kohanski 73 ol vurulub, 71 idi. Bəhlul 66 idi dostlar, 70 olub. Ayda neydi? Dostlar bir dəqiqə. Dostlarımın yadıma düşmədi. Onu özünüz bilərsiniz. Tural Bayramov 70 idi, 73 olub. Elvin Cəfərquliyev 66 idi, 70 olub, 4 olur artıb. Sonra Patrik Andrade. Dostlar, bu eyni ovolda qalıb Patrik. Zubir də eyni qalıb. Yox, Zubir eyni qalmayıb, bir gən düşüb. Yasin Beziya bir gən artıb. Sonra bu elə eyni qalıb, demək olar ki, Kadi təzə. Və Leandro Andrade, bu da eyni qalıb. İndi bizim videomuzun sözü bu dördü. Biz bugün sizlərlə birlikdə Beşiktaş kariyeri yapacağıq. Eləyəcəyik. İstəyirsiniz başlayaq. Türkiye hanı. Başqa hansılarını dostlar karakterini edeyim, yazın gəlsin. Çox video gələcək. Harada deyir Türkiye? Aha. Yazırdınız ki dostlar, Warsaw'umuz gəlsin, Warsaw'umuz Cem gəlsin. Bu da sizə Warsaw'umuz Cem. Adını da düz deyəmirəm. Və keçiş eləyə başlayaq. Bəli dostlar, kadroda yox. Görək. Görüm dostlar, kimlər var əksi, onları satım. Dostlar, 62'lik Kolumbiyalını satacağım. Gəlişmir. Birinci gələmiz oldu. 66'lık dostlar, Qazaxıstanını satacağım. Boğazım ağrır deyə dostlar, səsim evlə çıxmır. Səsim gəlməyə bilər. Sonra dostlar, 60'lık bu oyuncunu satacağım. Satdıq. Biz haradayıq? Avrupa ligində. Sonra heç kəs dostlar, все belə. İndi başlayaq transferlərə dostlar. Dostlar, belə baxıram oyunculara. 79'luq görəsən çıxacaq yox. Bu nədir mənim? 78'i 9 yaş var. Bu oyuncunu götürürəm dostlar. Sporting'də oynayırmış. Götürdüm. Baxın dostlar, yeni grafiklər. Oyuncu əliniz adını tərpədir. Gördünüz? Yəni buradan da güncəllənmə özünü göstərir. Və bəli dostlar, istəyirsiniz yavaşdan keçiş eləyək videomuza. Dostlar, videonun kurallarını deyirəm sizə. Qarşı tərəfdə erməni olsa alıb satacağıq. Sonra elə Güney Kore'də Japon da olsa, bir də Amerikalı olsa. Amerikalı bəlkə. Videonun kuralları budur. İstəyirsiniz başlayaq yavaşdan. Bu kim istəyir? 76'dır. Sataq görəsən, qəşəng də pul verirlər. Yox, bir sezonda bizi idarə eləsin. Və başlayaq. Kaptanlığı zaten indi dostlar, bu oyundan sonra ayarlayacağım. Galatasaray'ın kadrosu dostlar. Osimhen gəlişməyib, eyni qalıb. Mustera bir gən düşüb. Ne görürsünüz. Evet, keçdik dostlar. O kubok maçı Galatasaray'a idarə verirdim. Udanmadılar. Oy qəşəng Beşiktaş. 3-0 utduq. Kubok bizimdir. Və reklam gəlir dostlar əlbəttə. Və dostlar, Real Madrid qazanır.
Ve lig başladı. Galatasaray 3-0 oldu. Qəşəng. Ve Eyüpsporla oynuyoruz. İlk maçımız 4-0 qəşəng. Samsun 2-0 qəşəng. Galatasaray kazanıp Fener de kazanıp. Gaziantep ve berabere. Galatasaray birinci gedir hələ ki. Trabzon'dan oynuyoruz biz. 3-0 qəşəng. Və rəqiblərimiz. Oy, bunu çox şey dostlar, Avropa Ligi'ndeyiz. Hasan rəqib gəlib dostlar. Demək olar. 1-1 bitti dostlar. Galatasaray maçı. Və bərabərə qəşəng. Və Fener birinciliyə oturdu. Görüm dostlar nə transfer eləyə bilirik. Dostlar belə bir oyuncular bizi bir sezon idarə eləyər. Yaşlı olsa da. 700 verə görə nə deyəcəyiniz? Və satdı bəli. Bir sezon bizi idarə eləsin heç olmasa. Dostlar bu oyuncu ilə yollarımızı ayıracaq 66'lıq. Ne var sen boş yere götür. Sattık. Getdi все. Başlayaq. Cavab oyunu bu. Və Qəşəng Beşiktaş. Avropa Ligi'nde. Ayda Qarabağda bir fərqlə tutub. Olsun. Kadi ilk 11'de nəcəb yoxdur. Yaqin qoymayıblar. Və rəqiblərimiz çətin rəqiblər demək olar. Nice, Ferencvaros, Olimpiya Lyon, Qızıl Yıldız. Belə rəqiblərimiz var dostlar Avropa Ligi'ndə. Boş maçları keçək. 5-0. Fener'e karşı Fenerbahçe. Udarıq deyirəm rahat bəlkə. Oyda 4-1 nə idi? Gözləmədiyimiz bir skor oldu. Adana Demirspora karşı 2-0. İlk 5'liyə girəməmiş yerlə Hatay'a karşı 2-0. Trabzon'dan direkt ilk 5'liyə görə. Burada Başakşehir'e 30'duq. Trabzon'da 30 bama qəşəng. Alanya'ya karşı Alanya'ya da 30'duq. Dostlar bu arada Konferans Avropa Ligi, Şampiyonlar Ligi kazanan kimi kariyer bitəcək dirək. O da belirtim. Göztepe girdik 4'e. Çətin olacaq bu oyunlar. Görək kimlər var Avropa Ligi'ndə. O beşi. İlk rəqibimiz eyni güclü demək olar ki. İlk oyunu 1-0 düzürük, heç nə olmaz. Galatasaray udub Fener 2-1. Sağ ol səni Galatasaray. 2-1 Kayseri'ye.
Oyda gör bu ikinci ligin takımı da bize gol atır. Beşiktaş çok zəifləyib. Sivas'a 1-2-0 qəşəng. Fenerbahçe hanı oynamayıb yəqin. Və ilk dördlükdəyik. Bir fərqlə və İsrail komandasına qarşı 2-2. Bodrum'a qarşı 2-0 və üçüncü rəqibimiz. Baxın dostlar, bunlar erməni oynadır. Alıb satmaq lazımdır. Görək nə qədər istəyirlər dostlar, bu söyüşdə söymək istəmirəm. 5 milyon verəcəm. Bir də məndən bunun qiymətini şey deyirlər. Lap olsun 12 milyon. Все da. Buradan onun əvəzin pulunu götürək. Dostlar, indi deyəsiniz, belə həqqiciliyi pozmur. Dostlar, bu videonu da izləyin. Onda hamı yazmışdı ki, pozmur həqqiciliyi. O görə elə davam eləyirəm. Yani indi başlayaq transfer eləyək. Bunu başda da demişdim ki, dostlar, yani özümüzə də məbləğ götürəcək. Ən azı 10 milyondur. Ona görə özümüzə götürdük o pulu. Bizə bir dənə Amur lazımdır, 74'sü. Görək kimi tapırıq. 15 milyona. Ayda futbol baxırım, Modric. Gəlmədi. Görək kim ola bilirik. 83'lük bu kimdir? Bu da futbolu bırakır. Bunu direkt satsalar yaxşıdır bizə. Görək satacaqlar. Satmadılar. Onda dostlar bunu götürməliyik. Bu da Fener'in 32. Bunun neçə yaşı var? 33. Bunu götürməliyik dostlar. 11 milyon verdi. Geldi. Ve ilk 11'e koyduk. Bu oyuncu ayrılacaq dostlar takımdan. O da yine bir Türk'tü. Sattık getdi. Kadroda ne kadar Brazilyalı Türk var. Demək olar. Dostlar, belə bir oyuncu tapdım. Atalanta'da oynayır. Bunu götürək məncə. Gəldi. İlk 11'e qoyaq. Və başlayaq. Videonun 3 dəqiqə olub. Çox pis gedirik hələ ki Avrupa'da. 3 oyunda qalibiyyətimiz yoxdur. Və 3-1 qəşənglikdə, amma qəşəng gedirik dostlar. Galatasaray yeni transfer eləmişik də, nə olub? Satmadıq ama dostlar və başlayaq dostlar. 4-0 utduq. Və sıradakı maçımız ev oyunudur. Hadi uşaqlar. Rafa Silva 10 gol ilə qazandıq və ilk 18'lik. Göztepe'ye qarşı 2-0. Qosra Kayseri'ye uduzub. Nisə qarşı 3-2. Olsun dostlar. Antalya'ya karşı 2-0. Ve Rize'ye karşı dostlar. Ve beraber
Sıradaki maçımız Ferencvaros'a karşı. Yok, girmeyeceğim Kasımpaşa'ya. Ne kadar oyuncumuz bizim kırmızı görüb o. Bunları koyaq, onların yerine ve başlayaq. Səfər oyunu Ferencvaros Macaristan'a gedirik. Bərabərə. Özümüzü tadımı olar ki, dostlar, ilk 8-dən ümidimizi küsmüşük. Çalışacaq. İlk 24'lükdə qalaq. Sivas'a. Sivas nədir? Samsun'a. 8-0. Və başlayaq. Olimpiya Lyona. 7-ci tur ilə oyna. Düşür. Düşür. 2-1. 9 xalımız oldu. Eyüp'e karşı 1-0 ve 2-3-0. Bu kırmızı kartı bir dəfə görmüsən, gəl o pislərini də görəsən dəqiqə başı. Kızıl Yıldız. Çətin rəqibdir. Və ilk 21 düyü şey. Heç olmasa. Sıradaki maç 2-0. Dostlar, bir de size bir şey diyeceğim. İndi buradan 9.9 sürümün çıxardıblar. Polsa bizim ligada bu 12 komandanı ekləsələr yaxşı olar. 10 komandada qalıb. Yəqin o gələn sezon əkləyəcəklər. 10.10'da. Görək nətər olacaq. Tez-tez baxacağım dostlar. Başqa sitələrdən görüm. Əklənib əklənsə dostlar. Üzü Beşiktaş kariyerin orada devam etdirə bilərik. Belə açıqlama verim sizə. Çünki o mənim çıxqan diqqətimi çəkdi, amma 1998 əklənib, son dolar da əklənməlidir. Görək dostlar nətər olacaq. Galatasaray uduzluğu olsun. Və Göztepe'ye karşı. Oldu 0. Porto, rəqibimiz Porto. Hər nəysə dostlar, bu kariyeri burada bitiririk. Bitirmirik dostlar, gələn ikinci bölümü gələcək. Yəni uzaqbaşı 2 günə zada gələr. Yəni başlayacaq təzədən. Sağ olun dostlar, görüşərik. Dostlar, bir de bilen varsa opsi sezon eklənəcək bizim ligiyə, yazar yorumlara. Sağ olun.